And Oscar goes to, əlbəttə ki, Daniel Roseberry. Bu mükafat Oscar olmasa da 2024-cü ilin dizayner adını məhz Daniel qazanıb. CFDA-in mükafatını alan da məhz Daniel'dır. Daniel'ın son illərdə Elsa Schiaparelli moda evinin irsini yenidən canlandırması və məşhurlaşdırılması danılmaz faktdır. Qeyd edim ki, öncəki illərdə Tom Brown'da çalışan Daniel 2019-cu ildən Elsa Schiaparelli'nin əsas yaradıcı dizayneridir. Tom Brown'da aldığı təcrübə kifayət edir ki, Daniel Elsa'nın bütün sürrealist fikirlərini çağdaş dövrümüzdə bir sənət əsəri kimi yenidən canlandırır. Kasıb ailədə böyüyən Daniel məhz bir çox şeylərin xəyallarını qura-qura özü də bilmədən böyük bir xəyalpərəst olub. Bir Amerikan dizayneri olaraq indi isə o öz bütün xəyallarını Fransız moda evində gerçəkləşdirə bilir.